Sponsorlar: Badamlı, İdə Parfümeri, partnyorlar: Elux Events Hall, Kasap Döner. Badamlı, badamlı, badamlı. Neydi bu xarabı? Əli tək, hə? Namik. Yıxıldan ağar. Zövqsün biri zövq. Görüşdür də mən Namiklə. Bax, xeyir ola, niyə görüşdürürəm ki? Hə? Ölürəm ya mən onun üçün, əliyirəm onu görəndə. No, bax, buna bax. Nə oldu? Sən Namiki görəndə əriyirsən, məni görəndə buz kimisən. Namikə bax, Namik eləyən bu oğlan oldu. Başa düşdün? Maddə görüm mənim Namikdən nəyim əksikdir? Denən də bilib, denən. Ay Fəli, Hə. o Namikin başında burasında prabor var. Nəyi var? Praboru, ölürəm də prabor üçün. Tağı da yəni, tağı. Bu laf tuşqaymış, mən də buna deyirəm ki, zövqlü. Amma Fəli, sən də şirinsən. Elə eləmə də şeytan, Deyirəm. elə eləmə də şeytan anladır axı, elə eləmə. Başımda 3-4 nəfər fırlanır, biri deyir elə, biri deyir eləmə də. Sən eləyənə qulaq as. Hə, yaxşı da. Eləyənə qulaq as. Konfetimi nətər uğradı, yaxşı. Sizi görüşdürəcəm Namiklə. Amma sana bir dənə sual verəcəm. Mənə çesni, düz cavab vermək lazımdır, başa düşdün? Bax, mənə düzün denən görüm, Namik viddidir yoxsa mən? Ay Fəli, əlbəttə ki sən. Hə? Lənət şeytana. Yaxşı, eşidirsən, qurban ol. Get orada otur, qoy veriş qutarsın. Lişni Namiki sındırıb gətirib otuzduracam sənin yanında, söz verirəm sənə. Gətirəcəksən? Gətirəcəksən, o mənim sözümdən çıxanmaz. Get. Amma Fəli, o sınan oğlan deyil. Qaqan onu gör nətərsin. Sən Namiki yaxşı tanımırsan. Get. Sındıracaqsan Hə, onu, sındıracam, hə. qurban olaram Gözləyəcəm mən. Sənə qurban olaram. Sən sevirəm. Bax, belə olur da, ailələr dağılır da. Sənə qurban olaram. Bax, sənə qurban olaram. Güya mən bilmirəm ki, Namik məndən viddidir, mənə yalan danışır. Güya bizim evdə güzgü yoxdur. Nədir? Namikin bahalı maşını var, pağı var. Ona görə bu səviyyəli sayılır. Tayf başa düşmür ki, fəlakət səviyyəni aşmış adamdır. O istəsə səviyyəni qaldıra da bilər, endirə də bilər. Getdi Namikin səviyyəsini qaldıraq. Sizə min dəfə demişəm ki, mən deməmiş muska çalmayın, başıma düşürsün səsiniz. Gətizdirdim səni. Hə? Nə güllər? Göz qoşduğunla gələnmirdin, niyə gətizdirdim səni? Gördün, qorxdun? Daha gördüm hər yerdə desən Namik yekdi. Ay sağ ol, zato gətizdirdim səni. Başa düşdün, buyur, salamlaş cəmaatına. Salam aleyküm. Eşitdim yaman axtarmısan məni. Eşitdim yaman çox istəyirsən məni. Palçıq kimi tapdalamaq istəmirsən. Belə söz demişəm, hə? Hə, ola bilər, həyəcanlı olmuşam. Amma sənə bir söz deyim, sən şablonlaşmısan, ha? Əvvəl qəşəng salamlaşırdın cəmaatdan. Salam aleyküm. Salam aleyküm. Gəl, otur qardaşım, otur. Yaxşıdır. Bu verilişlərdə mən demişəm Namik yekdi. Bir Qulaq, mən danışıram, qulaq da. Bir adam məndən soruşmur ki, ay kişi, sən hansı Namiki deyirsən də, Namik hansı Namikdir, başa düşsən? Mən oturdum fikirləşdim, sən demə mən bu Namik mənanı deyirmişəm, qaçışdırmışam orada, başa düşdün? Namik, məna, sən yeksən, başa düşdün? Pərviz Bülbülə səndən bir dənədir. Namik Qaraçuxur səndən də yoxdur, başa düşdün? Axırım bilirdim, görürsən. Bu balta nədiyə gətirdin? Bax, soruşmursan səhərdən də, baltanı Qaqan sana hədiyyə gətirib. 20 ildir bu sənətdəsən, eyni pirçoskadasan da, başa düşdün? Bezdirmir səni. Ona görə bunu gətirmişəm ki, sənin saçının bir külək olanda bir baltalı sanı var da, bunu hədiyyə verirəm sənə. Çox sağ ol. Mən daha indi rahat otururum. Eşidirsən, bu balta yıxılanı vurmaq üçün deyil, ha, sənin başın üçündür, pirçoska eləyərsən. Sapı da özündəndir, başa düşdün? Hər adamın da başı üçündür. Hə, o da var da. Ver hə, musikanı ver görüm hə. Ay sol, bunlar yaxşıdır. Bundan əvvəlkilər var idi, tapşırmışdılar, sözümə baxmadı, qovdum da. Mən beynim çöndü, mən tapşırığa zələ baxmıram, başa düşdün nətəri. Qulaq as. Sənin beynin bir tərəfə çönür, qayıtmır geriyə, elə də qalır. Yoxsa çönəndə düzəlir, necə olur? Mənlə məzələnir, mən dəqiq bilim bunu. Mənim verişimlə mənlə məzələnir bu. Ciddi veriliş deyil. Hə, mənim beynim çöndüsə, sağına soluna baxmıram, başa düşdün? Yandı. Ana yandı. Yox, işıq yandı.
Həmin çıxardarsa, bu məni biabır eləmək. İndi mən sana bir dənə suallar verəcəm bu zarafata görə. Biləsən. Zarafat eləmədim, doğrudan elə bildim. Qulaq asma. Sən mənə gətirmisən, hədiyyə nə gətirmisən? Bax əli boş gəlmisən. Mənə gətir. Balta gətirib. Onu mən vermişəm. Bayaq mən verdim sənə. Yox, sən verən başı belə idi. Amma Namiq mənə dünən yol üstü görüşdük. Heç olmasa qafiyə verdi də, yol üstü qafiyə verdi. Mən də Namiq mənəyə söz vermişdim ki, səni qonaq çağıracağam. Namiq mənə, bu mənasızlığıma görə üzr istəyirəm səndən. Uşaqlar qarışdırıb qurban olub. Səni qonaq çağıracağam. Amma mən Namiq Qaraçuğrunu gətizdirməliydim. Gətizdirdim də. Gətizdirməsəydim, gətizdirmədiklərimdən olacaqdı. Başa düşdün? Nə qədər mən alışdım. Bu söhbətdən sonra heç kim gəlməz. Sən söhbəti necə fırladır? Namiq, birdən çaşıb məni bağlamaq istəyərsən, bayından deyirəm, gücün çatmayacaq. Sonra gedib mənim verişimi bağlatdırmaq istəyərsən, ona da gücün çatmaz. Gedib baxıcı tapıb verişimi bağlatdırmaq istəyərsən, ondan sonra sənin kitabı bağlayaram, biləsən. Bax, sənə deyirəm, gedib tanış həkim tapıb lazerlə səni təbii götüzdürərəm. Yəni, mən belə oğlanam, yəni biləsən də. Mən ağıllı olacağım. Nə deyəcəksən, mən... Hə, yaxşı yadıma düşdü, Namiq. Bu yaxınlarda səni baxıcı yanında görüblər. Nə məsələdir, qurban olun? Yalan söhbət. Nətər görüblər, mən yalan danışıram burada. Nə ilə bağlıdır? Baxıcının yanında. Kim görüb orada? Görüblər də, indi bizim əməkdaşlarımız var, işləyir. Mən sənə hər şeyi dur deyəmərəm. Sizin əməkdaşlar baxıcının yanında nə edirlər, mən başa düşmürəm. İşlə bağlı gedirlər də, mən sənə bu YouTube zat söhbətləri var da, ondan bağlı şey eləyirlər. Bax, bunu sənə heç kim deməz, mənəm ki, bunu sənə deyirəm. Sən zirvədəsən, sən çox zirvədəsən. Sən zirvədəki yalnızlığı yaşayırsan, biləsən. Zirvədə də varsan. Yox, zirvədəsən də var da, başa düşdün? Zirvədə sənsən də, dedim sənə. Laf elə deyirəm sənsən də, bu da dedim sənə ki, zirvədə... Çox başa düşdüm. Eşidirsən məni, elə bilirsən qaqan zirvəyə qalxmayıb. Bir dəfə prob elədim, böyrəklərimi atqaz elədi zirvəyə gedəndə də, başa düşdün? Bir dəfə də bu, sən zirvədəydin, fikirləşdim ki, sənə soyuq olar da, qutqazat geyinməmsən. Sağa kutka gətirirdim. Qalxdım zirvəyə tapanmadım səni orada. Düşəndə aşağıda şeyi gördüm. Bu Ələkbər yasamallı yoxdur. Gördüm ki, tir-tir titriyir. Mənə qayıtdı ki, fəlakət. Hardan gəlsən, qurban olum. Dedi, mən Namiqə kutka aparmışdım. Dedi, əvvəldə soyuqdan stil deyirəm, mən geyinim. Dedim, Ələkbər, sənin stilin deyil, axı bu Namiqin stilidir. Dedi, təpənin ortasında stil axtarsan, ver geyinim də, başa düşdün. Mənə qayıtdı, dedi ki, sana bir xəbər eləyim. Bu Namiq Qaraçuğru Balenciya düşüb. Ayağın sındırıb. İndi sualım nədir? Verim sualımı. Sən o qədər zirvədəsən ki, ayağının altını görmürsən? Cavab ver də, cavab ver. Yox, Yox, cavab ver də. Cavab ver də, cavab verəmirsən axı. Duxum çatmır cavab ver. Mən də istədim, çıxım, yıxıldım. Yıxıldın, hə? Yıxıldım, ayağım sındı. Sən başı üstə düşmüsən, mən ayağı üstə düşmüşəm. Mən də bunu çox istəyirəm axı. Getmişəm Balenciya bunun yanına, Gülzədə almışam. Girdim Palataya, gördüm yazığın ayaqlarını qaldırıblar göyə. Elə pis oldu. Elə oradan gördüm də səni, belə dayanmışdım orada. Gördün hə məni? Mən də Palatadan çıxdım, ağlamsındım. Dedim, ayıfdan məni iki ayaqla görər pis olar da yazdım. Sən ağlamışdın oraya, yaş idi sən çıxanda. Ağlamışdın. Yaş idi ora. Silib bütün yerə. Hə, ağlamışdım. Dedim kim eləyib, dedilər Fəlişko eləyib. Hə, Fəlişko gəlmişdi. Getdim bu koridordan bir dənə kələskə tapdım. Oturdum kələskəyə, reski sürdüm Palataya tərəf. Yolda məni bu baş həkim var, Rəşad doktor məni saxladı. Mən də bu pavarotniki yandırdım, verdim qırağa saxladım. Düşdüm, dedim məni nəyə saxlayırsan? Mən Namiqin yanına gedirəm, qardaşımın ayağı sınıb. Mənə nə desə yaxşı. Mənə deyir ki, Namiqin ayağı sınmayıb, bunun toyları azalıb, toyu çoxaltmaq üçün bu yalandan reklam eləyib. İndi özü toydadır, oxşar uzanıb orada. Mənə deyir ha. Əsəbləşdim, getdim, girdim Palataya, oxşarın yanına. Ağzımdan çıxan ona dedim, utanmırsan hə. Adam tapdın oxşamağa sən. Buna ağzımdan çıxanı dedim. Çıxdım Palatadan çölə. Gördüm koridorda o başda pəncərənin buxarlı şüşəsinə Könül Kərimova yazır ki, bu nə bəladır düşmüş yallah. Hönkür-hönkürdü, elə ağlayırdı, elə yazığım gəldi bu Könül Kərimovaya. Buradan elə gedirdim, gördüm pilləkənləri Aygün Kazımova düşə-düşə deyir ki, bəlkə biz düz eləmirik, başa düşdün. Nə təəssürənlik qopardıqsa, ürəyim ağlayırdı. İndi aynı bu Aygün xanımın, Könül xanımın hisslərinlə niyə oynayırsan? Mən hisslərinlə oynamıram ki, mən mahnı yazıram. Yox da hisslərinlə. Cəmaat da qulaq asır oynayır da, yəni belə. Ya ayağı sındırsan ki, pis olsunlar da, ağlasınlar da. Mənim ayağım sınmışdı doğrudan, mən heç kimin hissinə oynamamışam. Heç olmasa getdiyin toylardan çıxardıb 5 manat o oxşarva vermisən ki, qurban olum çox sağ ol, mənə oxşamısan. Vermisən? 5 manata dayanmırdım. Niyə dayanmır? O manat oxşaya bilər. Oxşamısını oxşaya bilərdi. Sənə də oxşasaydı 5 manat verəcəkdim də. Mənə oxşayıb ki 15 manat alsın, mən də vermirəm. Hə, verəm, muskan verəm, bu qəbul elədi. Bayaqki bundan yaxşı. Qurban olum, elə yadıma düşdü. Nə şey nəyim var? Hə, sağ ol, qurban olum, sağ ol. Eşidirsən? Maskan hanı bəs? Maskan burdadır da, duxlandım axı, idə ilə duxlandım ona görə. Amma ikinci maska qalıb ha. Qazdı, qazsız. Qazsız elə. Sən qarışdırım ver. Namiq, yaxşı yadıma düşdü. Seçkilərdə sənin şəkli görmədim. Nə məsələdir? Niyə vermədin ki seçkilərdə? Sən Neyza Seyidcandan nəyi nəsidir? Mən dəqiq bilim də o. Özü Seyidcan qəşəng şeirlər yazır, qəşəng mahnılar yazır. Bu tərəfdən əskiyəm də, ona görə vermədim. Həm də birinci Elza xanımı yola saldıq, görək nə nəticə göstərir. Qazdı verdin, qazsız. Qazsızdır, sən narahat olma.
Badamlı deyil. Göndərdiyi əzdaxamı görək nə nəticə verir. Yaxşı olsa mən də. Hə, mən vermişdim axı xəbərin oldu da. Mən Doğru. də hə, namizədimi şəklim zadım düzəldi. Sən o qədər səsi necə topladın? Qol çəkdin. Yo, mən YouTube-dan vermişdim. Başa düşdün? Mən YouTube-dan səs verdim. YouTube-dan da cavab gəldi ki, biz hələ özümüzü buraxmamışıq. Özümüzü buraxanda sənin səsə baxacağıq. Mənə elə dedilər. İndi Namiq, hazırsan sənə bir patlama sual verim. Namiq Qaraçuxurlu olmasaydı meyxana nə edərdi? Burada qıvraq ol cavab ver. Meyxana. Cavab ver də, cavab ver görüm. Elə bilirəm meyxana sənin günüvə qalardı. Mənim günümə qalardı. Ha. Yəni çox zirvədə olardı da. Patlama sual 2 gəlir. Namiq, duet deyəndə ilk adamın ağlına Cabbarla könül gəlir. Düzdür, gəldiyi kimi də yaddan çıxır gedir də, mən ondan razıyam da. Bax, bu səndə nə duet xəstəliyidir, mən bunu tutum da, bilim də. Sağalmaz bir xəstəlikdir. Özdə, qızlarla oxuyursan, tutmuşam, ha, söhbət tutmuşam. Belə baxışlar zad eləyirsən, sonra da ayrılırsan, belə ayağı zadı qırsan, yığırsan, ağlaşırlar hamısı. Tutmuşam, ha, temanı. Bilirsən, ha. Temanı tutmuşam. Namiq, baxmağa bir səndə maraqlıdır. Sən mənlə niyə duet oxumursan? Mən kimin qızından əksik oğlanam, mən onu dəqiq bilim də. Ya istəyirdim oxuyum, nəsə fikrimi dəyişdim. Həm də biraz bığlı adamla mən nə oxuyum? Mən sənə baxım, nə deyim? Aşkım, nə deyim sənə? Yox, bilirəm də, sizin o show biznesdə klip çəkdirəndə bığız adı 40 maqsaddır. Eləyərəm, o qabağa gedim, problem yoxdur. Hər şeyə razıyım. Bir dənə ver muskadan birini ver, qulaq asaq muskaya. Namiq Qaraçuxurlu müəllim. Bu sualı fikirləşirəm, sağ verim, verməyim. Amma deyir, İstanbulun yağışdan nə qorxusu da, başa düşdün? Bilirəm, korlanacaq münasibətimizdə, amma reytingdə mən nə qalmalıyım? Mən sənin xətrini çox istəyirəm. Sən qurban ol. Bu elə də pis adam deyilmiş. Bunu mənim gözümdə çox pis adam eləmiş. Bu elə də pis adam deyil. Oturub durduqlarıma fikir ver. Görsən, beynimi doldurublar. Hə, düz deyirsən. Namiq Qaraçuxurlu, sualı verim, verməyim. Ver gəlsin, o boyda yol gəlmiş. Hə, eşidirsən? Yaxın dur. Biraz sağa elə, biraz sağa. Ay, sol, deyəm. Deməli bir çay axır. Çayın bu tərəfində bir ağac var. Bu tərəfində də bir ağac var. Çay da ortadan axır. Sən də durmusan bu çayın ortasında. Çay axırsa mən necə onun ortasında? Sən durarsan da sən Namiq. Sənə dedim ki, sən zirvədəsən. Başa düşdün? Zirvədəyəm də suyun üstündədir. Sən çayın ortasındasan. Burada artıq söhbət eləmə. Qulaq as. Qardaş, mənim biraz bu tərəfə elə, rahat yanımda. Sağ tərəfə, sol tərəfə. Sağa, sol. Sənin xəbərin yoxdur ağacdan kim asmışam. Gözlə bir 5 dəqiqə gözlə. Mən çayın ortasında. Deməli, Namiq Qaraçuxurlu, sən də çayın ortasında dayanmısan. Bu ağacdan Könül Kərimi vanasıflar. Bu ağacdan da Aygün Kazımov vanasıflar. İndi mənə maraqlıdır ki, sən birinci bunların hansını qutararsan? Mənim orada özümü görməməzlik. Gəl burun duxun çatmaz buna cavab verməyə. İydədən deyil mi? İdə. Nə qoşa yatırı var bunda ondan. Duxum çoxaldı. Mən özümü görməməzliyə vura bilərəm. Eləyərsən də yəni. Hə, nəyim lazım? Onun ağacda nə işi var ki aslında? O ağaca çıxıbsa. Bəlkə sənə görə asıflar görüm məni xilas eləyəcək. Amma Namiq mənə olsaydı bir şey fikirləşib bunun ikisini də qutarardı. Namiq, sən Supermensən, sən Batmansən, sən Spidermansən. Öpürəm səni. Alqışlayaq Namiqi. Namiq mənə, sən yeksən. Ola bilsin, verilişi tərk elədim. Axıra kimi baxmadın, gözün məni götürmədi. Bax Namiq, sana deyirəm. İydədən Namiq Qaraçuxurlu göndərdi. Ədiyyən görə əli özün yaxşı aparsa verək. İydəmi ver ola. Darıxma da, darıxma, qurma. İydəmi ver. Baltayla üstümə gəlmə, darıxma. İydəmi verə kişi. Bahalda mənə də göndərin də. Müstəqli var. Qonağıma göndərsin, mənə də göndərin. Otur aşağı. Deməli, Namiq Qaraçuxurlu. Sana bir sual verim. Sən niyə bu rəvayət yenə yazmırsan? Axotun yoxdur, yoxsa nədir? Vaxtım yoxdur. Vaxtın yoxdur. Açığı mənim də vaxtım yoxdur. Axotum da yoxdur, amma bir dənə rəvayət yazmışam. İndi bu rəvayəti demək istəyirəm. Hə, görsən nətər baxırsan. Bilirsən də rəvayət mənim bütün həyatımı dəyişib. O rəvayəti korlasan ha, insanların hisslərini o zaman baltalayacağam səni. Baltalayacağam. Nərat, gözün məni götürsün, gözün məni. Gözəl denən məni götürsün, yekə oğlansan. Qaqam bir dənə rəvayət yazıb ki, indi partladacaq. Alqışlayaq. Qulaq asın cəmaət, eləmişəm istirahət. Bilet aldım Bodruma, ayağımı saldım quma. Bir dənə rus qızı gördüm, mən də görüb götürdüm. Yaxınlaşdı özü mənə, dedi belə bir sözü mənə. Görürəm ki, qızarmısan, günəş kremi almısan. Düşündüm ki, düz deyir, çox ağıllı söz deyir. Sözü tutdum dilindən, kremi aldım əlindən. Sürtməyə başlayırdım, bədənimi yaşlayırdım. Birdən əri çağırdı, Rusca yaman bağırdı. Əri özgənin əriymiş, təzəvəngin biriymiş. Mən bunu hardan bilim, mənim gözəl sevgilim gəldi mənim yanıma. Ağrı düşdü canıma. Dedi ki, sən bu rus qızın, mədəniyyətsiz arsızın, kremini neyniyirsən, dodağımı çeyniyirsən. Mən də o gündən sonra düşməmək üçün tora sürtməyəcəm söylədim. Tənha ömür eylədim, bilmədim heç neynədim. Bir də dənizə getmədim, siz də dənizə getməyin.
Rusları incitməyin. Məndən sizə məsləhət eləməyin. Bu cür qələt Allah uzun ömür təsəvvür. İndi Alqışladınız çaşdı ha. bax bu meyxananı priznavat eləyirsən. Priznavat nədir hələ ondan? Yəni boyuna alırsan ki, bu gündən sonra rəvayət mənlikdir. Priznavat sözündə boyun sözü yoxdur axı. Var da sən rus dilində hardan bilsən? Rus dilində mən təmiz bilirəm. Əks olsa da fikir, yəni mənim rəvayətimə qulaq asıb ağlayırdılar. Sən rəvayətimə qulaq asıb gülürdülər. Ona görə pozitiv olduğuna görə qəbul Bəs edirəm. biz pozitiv şeylər verməliyik də cəmaata. Bu ağlatmaq nəyə lazımdır? ki, Amma ağlatmaq? baxırım dəqiq bilə bilmədim nə oldu da o rus qızının. Ondan sonra əri gəldi. qələt elədim, bir də dənizə getmədim. Dənizə getmirsən. Dənizi tərk etdim də. O sənin klipində də qız ölmüşdü də, ya da gəlir qaqan səni. Orada həll nə elədi. öldü bəs? Burada elə mən öldüm də, mən öldüm. Arvad gəldi məni Məni öldürdü də. öldürdülər Hə, də. mən öldüm də. Qəşəng rəvayətdir, həla. Namik Qaraçuxurlu müəllim. Acca. Siçan ilindən nə gözləyirsən? Vəbşə mənə maraqlıdır da. O heyvanın adını çəkəndə özünü niyə qızıyırsan belə? Yox da mən bu heyvanlardan hər şeyi gözləyirəm, ona görə də narahatam. Mən biraz. səndən də hər şey gözləyirəm, ona görə deyirəm. Məndən hər şey gözləyirsən. Hə. Sən burada Yaxşı. məndən oyun Ha, oynayırsan mən deyəsən. gələn kimi balta verən adamdan mən nə gözləyirəm? Yox, sən məndən burada oyun oynayırsan. İndi gedək, gör Yox, oyun yox. oynamaq nətər olur, mən sənə göstərəcəm. Mən Abi, də- uşaq getdik oyun oynamağa, getdik. Mən sənə dedim, bax bunu gözləyirdim mən. Bu bilsən nədir, Nami? Deməli, bunu fırladacağıq, kimə nə düşdü eləməlidir. Yəni burada başqa söhbətlər eləmək olmaz. Köpüşlə məşğul ol. Acı biber var. Acı biber var, zatop adamlı var orada, iğdə var, üstəyə vurassan dux olacaq, başa düşdün? Hazırsan, başlayaq. Da sən. Getdik. Darıxma, gör nə Sevinirik, hələ sevinirik. Nə düşdü? Buna bakacağız da. Hə, buna baxacaq. Wasabi, wasabi. Yes wasabi, yeah. Bu oyunu kim fikirləşmişdi? Nuş olsun, nuş. Çok tatlı şeydi. Qurban olum, eşidirsən, bu veriliş mənimdir. Sana nə fərq var? Bunu mən yedim, mənim Aa, saslarım. öyle şey yok. Yox, xahiş edirəm də, qurban olum. Mənim verişimdə elə səni bir də çağırım da. Yani onu benim telefonum ver, ben de saslavımı çağırırım da gelsinler. Yox, heç burada telefon Ben sənin saslavına sən mənə verəm. bir dənə qulaq, bura gəl, bəri gəl. Öyle şey yoxdur. Yox da qurban olum da, bu da mənim saslarımdır. Ver gör kameramı. Yaxşı, qoy yesin, aslan, xoşum gəlmədi. Götür, mənim saslarımda döysən qurban olum. Götür onu, götür. Və qardaş deyirdim. Və burada olunur da qardaş. Ye görüm onu. Ye, əs ol, ye. Ye, nuş olsun, qurban olum. O yemedi gitti. Hayır. Ha, dilimi vurmaya ye. O ye, o ye, o ye. Çok içme gene xəstəxanadakı kimi ağlayacaqsan. Qurban olum, bunu kim fikirləşmiş də? Getdi. Get, darıxma. Bu meyxanaçıların bəxti olur da, bax, meyxan. Deli ol bəxtin yola, deli ol bəxtin yola. Sağ lazım idi, limon gətir, nə oradan, gətir limon. Yaxşıdır, limon yaxşıdır. Yağ Gəldi da sən ye yesin. limonu, çək. Bu limon yiyəndi ki, bunu kim salıb bura? Sən öl, mənim deyəsən yenə saslamda namigəş deyən var, bunu. Elə həvəslə yedi, qurban ol, birini də mənə verin onu. Çox həvəslə yedi. Nuş olsun, nuş olsun. Çörək verin oradan buna. Oh. Buna ne var Allah? İkisi gitti, biri gitti ha. Nüneri çatır yemedi ha. Darıxma. Oradan bir tane duru yağ. Kardeş, zahmet olmasa. Böyle duru yağ olsun ki nətər. İçsin sonra bu dursun. verişdə elə məni vururlar, Ha. nətər olur? Doldur. Qonaqsan, nuş elə. Yox, Nuş elə, qonaqsan, yox, qurban yox, olum. xəcalət Sonra olsun. deyərsən gəldim, ha, vermədi. Yox, mən indi gəlmişəm biraz. Namik, çox sağ ol gəldin orada. Yəni peşmançılıq zad yoxdur gəlməyə. Hər şey hələ ki yaxşı. Sən sağ ol, Hər şey qardaş. gözəl. Nuş. Ben de kocalacağım fani dünyada bağa koyacağım. Öyle bağır bir çek. Ali, kalemi çek. Öyle patlama istiyorum demiş. Mən ötürdü, bax. indi qaqa- Ötürdüm. Yəni bu yaxşılıq elədi, pis Görün bir deyirəm, mən qaqanla tutmadım onu. Məndən Mən neçədən fırladım. getdi? İkisi getdi. Səndən ikisi yedi və İkisi məndə qalıb. üçüncüdür. Qaqam görək nə qaracaq. İlkin patlama düşürdü. Limon üstündən sən nə qədər. Bir şey yox. Baltalayaram.
Gördün ha? Tüm etmə. Gördün? Qaqan elə bilsən ki, bə, kasbın Allahı yoxdur, bəs bilmir. Gətir hə, hə, Sən elə gətir. oğlansan ki, indi qonaq eləyəcəksən. Gözlə, mənə, hə? gözlə, ala bu bir səni Ayaqdan qonaq eləyirsən. Əyo, otur, bayaq verdim, otur aşağı, bayaq verdim, heç istəmədim. oldu ya? Bax, elə dadını bilərsən, bax. Bax. Getdi, gel. Gel, gel. Çox sevirsən, darıxma. Darıxma. Yəni, bu ortaya düşdü, bu sayılmır. Ortaya da düşməyib, gəlin baxın. Çəkir, hardan çəkir? Hə, Bax, ortaya düşüb. Düz limonun Bax, üstünə bu orta çək. deyil, bu orta deyil. Dur. Bu limon- Gel. Sən öl, bunun bəxti var. Mən də deyirəm, bunun Əslində mənə də bu əziyyət verir. Sadəcə mən sənin kimi şivən adam deyiləm. Maşvən deyirsən. Hə. Çörək vereyim sənə. Lavaşla yaxşı gedir. Qaqan çörək verən də. Sən nəsə proqram yazdırırsan, qurban olum. Belə elə. Bu ona görə tutulur. Bu normal adam deyil. Bunun nəsə var. Ot aşağı, yaxşı. O təzyiq düşdü. Hə, otur sənin olasın. Sevinərsən. Ot aşağı. Mənə vaxtında demişdim. Laf baxınca neçənci idi bu? Mən 4-ə edirəm, səndə biri var. Şaka. Baba bu nə qədər şokolat yiyir ha? Şəkərin qalxacaq ha? Gör, indi çəkə düşdü alımda. Gör, daha ararım. Bundan sonra, yox, sən hara, gəl, dalımda Bir gəl. dənə. Ala, qoy bunları yesin, ala bir Yetki səni. adamsan. Bir saniye. Bunu da bana sakla. Bir saniye. Allah yok senden hoşum gelmez. Allah bir saniye. Gəl, ha. Bunlar sulansın. Məni çək sən yeyəndən sonra Namiqi çək ağız sulanan yeyən. Limon effektini verib, turşu ifsət, ona bax. 245 alaya getdik ha. Mənim verişimdə gəlib məni sındırmaq istəyir. Buna bax. Hardasan ay fəlakət. Artist yox düşərdi buna. İyidə parçası duruya. Tamat. Ölərəm, gülməkdən ölərəm. Tamat gətirin. Baba bu Tamat ortadadır. gətirin. Ortadadır. Hanı Çək, ortada? çək onu. Hanı çək, bir dəqiqə. Hanı? Tamat düşüb. Gel Mən bax. beynimi xarab Ha eləməm. ortadadır. Tamat düşüb. Hər səhər tam atmırsan durmamır. Bu normal adam deyil, bu tamat nətər yeyir. Yo özüm kendim. Ye, söhbət fırlat. Problem yok, zarafet olmuyor. Zırha. Normal. Ne oldu ya, bu anormal adam deyib, belə şey olar, hə? Qaqa, 1 kilo istiyorsa Güzel. verməyərsən. Yox, olsun. 4 oldu. Alqışlayaq Namiq Qaraçoğlu'nu, alqışlayaq. Günləriniz o qədər şad, o qədər şən keçsin ki, ən böyük fəlakətiniz mən olum. Günleriniz o kadar hoş geçsin ki sizi görüm. Felaketsiz kalasınız. Mənə deyirsən? Sağ demirəm, cəmaata deyirəm. Gəl zarafat edirsən, hə? Zarafat edirəm.